Bir təcili xəbərlə qarşınızdayıq. Ukrayna Krasnodarı yenidən vurdu. Ekranlara yaxın əyləşin. Xəbərə keçməzdən öncə videonu bəyənib paylaşmağı, pəncərənin sağında gördüyünüz üstəgəl düyməsinə toxunmağı unutmayın. Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində neft emalı zavodu və dəniz terminalı növbəti dəfə PUA hücumuna məruz qalıb. Prime Info xəbər verir ki, bu barədə Rusiya və Ukrayna kütləvi informasiya vasitələri məlumat yayıb. Məlumata görə aprelin 28-də keçən gecə pilotsuz uçuş aparatlarının hücumundan sonra Tuapse neft emalı zavodu ərazisində yanğın başlayıb. Mövzu ilə bağlı keçmiş Maliyyə Naziri Profesör Fikrət Yusifovdan fikirlərini öyrənməyə çalışdıq. Bu işğalçı müharibə başlayandan sonra Ukrayna özünün hərbi sənayesini durmadan inkişaf etdirir və bugün artıq demək olar ki, Ukrayna pilotsuz uçuş aparatları, uzaq vuran raketlər, yəni ballistik raketlər sahəsində çox böyük uğurlar qazanıb. Bax, qəribə bir mənzərə yarandı. Rusiyanın hərbi sənayesi indi geriyə gedir, Ukraynanın hərbi sənayesi durmadan inkişaf edir və nəticələr göz qabağındadır. Artıq Ukrayna özünün istehsal elədiyi hərbi sənaye məhsulları ilə, pilotsuz uçuş aparatları ilə Rusiyanın dərinliklərində, hətta 3000 kilometr, 3200 kilometrə qədər məsafədə olan strateji obyektləri vurub sıradan çıxarda bilir və getdikcə də bu sahədə çox ciddi uğurlar qazanır. Rusiya bir dəqiqə başının hayındadır, bilmir ki, nə etsin. İqtisadiyyat çöküb, maliyyə vəsaitləri yox səviyyəsindədir, hətta hərbi sənayeni maliyyələşdirə bilmirlər. Ukrayna isə bilirsiniz, artıq Avropa İttifaqından da 90 milyard kredit xəttini reallaşdırdılar və böyük bir dəstək alacaqdır və hesab edirəm ki, yaxın zamanlar içərisində Ukrayna öz istəyinə nail olacaqdır.